Heç kim demir ki, Mir Mövsüm ağa mənə ver. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. انتبهوا إذا شفت واحد إذا رأيت شخص يقول لك لا تطلب من الحسين أو لا تطلب من أمير المؤمنين أو لا تطلب من الزهراء، أعلم أنه منحرف ومن أهل النار. أعلم أنه من أهل النار. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Hər yerdə salan şiələrin yadə Hüseyndür. Ol ki çağıranda gələr imdadə Hüseyndür. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. İki mələk mənə aparmağa gələndə deyir, ağlıma gəldi İmam Hüseynə təvəssül edir. Çağırdım onu, dedim, ya Abdullah, bilirsən ki, ölümdən açığım gəlmir mənim. Ölümdən açığım gəlmir. Amma istəyirəm ki, nəsə bir iş görüm, sonra dünyadan köçüm. Əli boş getməyim. Əli boş hiss edirəm özüm. Deyib, bunu deyəndə deyir, gördüm ki, başqa mələklər gəldi, dedi, İmam Hüseyn deyir ki, onu burax. Onu buraxın. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Hüseyin, sənə and veririk anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də mənim balama nəzər elə. Bir dənə bax, o yataqda yatan o xəstəyə nəzər elə. Hüseyin, bir dənə nəzər elə günahkar canımıza. Hüseyin, nəzər elə bizə. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Durdum elə getdim Rüqəyyənin hərəminə. Rüqəyyə Şamdadır da. 11 kilometr oradan var. Xanım Zeynəbə. Biz Xanım Zeynəbdə olurduq. Getdim Rüqəyyənin hərəminə. İçəri girdim, 2 rükət salam verdim xanıma, 2 rükət namaz qıldım, Allah'a xatir xanıma hədiyyə elədim. Sonra zirəkdən tutdum belə dedim. Dedim, xanım, mən buraya ancaq gəlmişəm, anam üçün. Sənə an verirəm atan Hüseynə. Anam əgər xəstədirsə, mən yuxuda görmüşəm də, nə bilim. Atam əgər xəstədirsə ona şəfa ver. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Bir nəfər desə, ya Ali mənə kömək elə, eyni tövhiddir. Niyə? Bir də ki, deyir, ya həkim mənə kömək elə, eləsə deyir, ya Ali mənə kömək elə, ya Hüseyin mənə kömək elə. Ay şoför, haraya deyirsən Əzbəyova, mənə apar. Şirk elədi bu, xeyr. Ya Hüseyin, mənə övlad ver. Şirk elədi, harası şirkdir bunun? Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Ay cavanlar, dərdiniz olanda heç kəsin qapısına getməyin. Günah dilə söz gəlin Hüseynin qapısına. Ayrı yerə getməyin, ha? Demə mən günah eləmişəm də heyətə getməyim. Hər yerdən qırson qır, əmma Fatıma-i Zəhra balasından qır. Heç kim demir ki, Mir Mövsüm ağa mənə ver. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Ay insanlar, çətinliyə düşəndə, lap ən çətin məqama düşəndə deyin, əl-müstəğasu bikə ya sahibə zaman. Sənə pənah aparıram, yaymam zaman. Belə deyin. Heç kim demir ki, Mir Mövsüm ağa mənə ver. Heç kim demir ki, ya Hüseyin mənə ver. Ya Ali mənə ver. Ya İmam Hüseyin, ev isteyen var. Ya İmam Hüseyin, evi olmayanlar ev nasip ettiler. Ya İmam Hüseyin, evlat isteyene evlat nasip ettiler. Ya İmam Hüseyin. Ya İmam Zaman, kömək ol, mən bunu deyim. Mən bunu həmişə Aşura günü danışıram, başqa heç danışmıram bunu. Bir dənə Aşura günü, ildə bir dəfə bunu danışıram mən. Çünki elə Aşura gününün söhbətidir də. Lakin həmin bu kəslər sonradan isə gizlətmələrinə baxmayaraq açıq aydın indi deyirlər ki, xeyr, elə birbaşa Allahdan deyil, imamdan, övliyadan, pirdən kömək istəyə bilərsən, onlara dua eləyib şəfa istəyə bilərsən. Mən indi sizə əsrimizin çox böyük şiə alimi olan Ayətullah Əl-Uzma Məhəmməd Sadiq Ruhaninin öz rəsmi saytında olan fətvanı oxuyacağım. Ölkəmizdə olan şiə bacı qardaşlarımız da bu fətvaya hökm versinlər. Deməli, o soruşulur. Eyyuhuma asah, həl huvə qovlu ya Fatimə tuşfini, əm huvə qovlu Allahümmə bihaqqi Fatimətə işfini. Sual, hansı daha doğrudur? Ey Fatimə, mənə şəfa ver deməkmi, yoxsa Allahım, Fatimənin haqqı ilə mənə şəfa ver demək? Cavab, la mani'a min isti'mali kiləl üslubeyn. Hər iki üslubdan istifadə etməyin heç bir maniyəsi yoxdur. Çünki ehtiyacları tələb etməkdə uca Allaha, Məhəmməd və Məhəmmədin əhl-beyti ilə aleyhissalam təvəssül edərək ona üz tutmaq icazəli olduğu kimi, o ehtiyacları birbaşa məsumların nurlu zatlarından, varlıqlarından deyək, istəmək də icazəlidir. Uca Allah imamları feyzinin, bol ruzisinin vasitəsi etdiyi zaman varlıq aləmindəki ən kiçik atomdan tutmuş, ən böyük qalaktikaya qədər olan vilayəti, hökmranlığı, idarəçiliyi imamlara vermiş
və beləliklə də imamlar bütün məxluqatlara kömək edərək onların ehtiyacını ödəmək qüdrətinə malikdirlər. Dediyim kimi bu fetva Məhəmməd Sadiq Ruhaninin öz rəsmi saytındadır. Lakin əziz izləyicilər, bu böyük şiə aliminin fətvası açıq-aydın Quran-ı Kərimə ziddir. Uca Allah buyurur: "Əyyüşrikunə mə lə yaxluqu şeyən və hum yuxlaqun." Onlar heç nəyi yarada bilməyən və özləri də yaradılmış olanları mı Allaha şərik qoşurlar? Özləri yaradılmış olanları. O kəs ki, yaradılır, ondan dua edib kömək istəmək olmaz. Halbuki şərik qoşduqları nə onlara, nə də özlərinə kömək edə bilərlər. Allahdan başqasına dua etdikləriniz də, baxın, əziz izləyicilər, bəziləri deyir ki, Allahdan başqa dua etdiklərimiz deyəndə daş, qəbir, bütdən kömək istəmək olmaz deyirlər. Qəbir demirlər, bütdən kömək istəmək olmaz deyirlər. Halbuki Uca Allah indi burada görün, insanları nəzərə tutur. Allahdan başqa birinci deyəndə, Allahdan qeyri deyəndə, Allahdan başqa deyəndə bütün Allahdan qeyriləri orada daxildir. Və hətta Allah Teala bu kimi şəxslərin bir daha anlamaları üçün yenə də deyir ki, Allahdan başqasına dua etdikləriniz də sizin kimi qullardır, insanlardır. Əgər onların sizə kömək edəcəkləri iddianızda doğrusunuzsa, dua edin onlara, onlar da sizə cavab versinlər. Əl-Əraf surəsi 191, 192, 194-cü ayələr. Bəziləri iddia edirlər ki, burada dua ibadət mənası verir. Amma aydındır ki, ayə tamamında bildirir ki, doğrusunuzsa dua edin onlara, onlar da sizə cavab versinlər. İbadətdə cavab verilmir, duada cavab verilir. Və açıq-aydın ayədir ki, digər ayələr də var ki, Allahdan qeyrisinə dua eləyib, kömək istəmək olmaz. Bəziləri bunu biz deyəndə deyirlər ki, mən səndən deyirəm ki, filan qətdandan mənə ver, filan qələmi mənə ver, gedib həkimdən deyirəm mənə dərman ver. Bu şirk sayılırmı? Bu kəslər anlamır ki, hələ tövhid nədir? Biz deyirik, dua eləyib kömək istəmək olmaz. Dua eləyib. Amma sənin yanındakı olana kömək istəsə, o dua sayılmır. Yardımlaşmaq və s. bu başqa şey. Əziz izləyicilər, hansına inanaq? Uca Allahın sözünə, yoxsa böyük şiə alimi Məhəmməd Sadiq Ruhaninin sözünə? Həmçinin İmam Rıza şiə rəvayətində deyir: وَلِعِلَّةٍ أُخْرَى أَغْرَقَ اللّٰهُ عَزَّ وَجَلْ فِرْعَوْنَ وَهِيَ أَنَّهُ اسْتَغَاثَ بِمُوسَى لَمَّا أَدْرَكَهُ الْغَرَقُ وَلَمْ يَسْتَغِثْ بِاللّٰهِ. İmam Rıza deyir, Allah Teala'nın Firavunu suya qərq etməsinin başqa bir səbəbi də odur ki, o suda boğularkən Allahdan kömək istəmədi. Musadan kömək istədi. Buna görə də Uca Allah ona vəhy etdi: Ey Musa, sən Firavunu yaratmadığın üçün ona kömək etmədin. Əgər o məndən kömək istəsəydi, mən də ona kömək edərdim. Şeyx Saduq rəvayət eləyir, İləlüş-Şərai kitabı 1-ci cild 59-cu səhifə, həmçinin Əllamə Məclisi rəvayət eləyir, Biharul Ənvar kitabı 13-cü cild 131-ci səhifə. Əziz izləyicilər, diqqət eləyin, burada imam nə deyir? Allah Teala deyib ki, deyir, ey Musa, sən Firavunu yaratmadığın üçün ona kömək etmədin. Deməli, kömək edəməyə qadir yalnız yaradandır, yaradılan deyildir. Baxın, əziz izləyicilər, həmçinin burada biz İmam Rızanın sözünə inanaq, yoxsa Məhəmməd Sadiq Ruhaninin sözünə inanaq. Həmçinin İmam Rıza yenə də şiə kitabında deyir: وَمَنْ زَعَمَ أَنَّ اللّٰهَ عَزَّ وَجَلْ فَوَّضَ أَمْرَ الْخَلْقِ وَالرِّزْقِ إِلَى حُجَجِهِ عَلَيْهِمُ السَّلَامِ فَقَدْ قَالَ بِالتَّفْوِيضِ وَالْقَائِلُ بِالْجَبْرِ كَافِرٌ وَالْقَائِلُ بِالتَّفْوِيضِ مُشْرِكٌ. Kim iddia etsə ki, Uca Allah yaratma və ruzi vermə işini hüccətlərinə, imamlar və s. həvalə etmişdir, artıq o təfvidə etiqad etmiş sayılır. Cəbri etiqad edən kafir, təhvidə etiqad edən isə müşrikdir. Şeyx Saduq Uyunu Əxbar Ər-Rıza kitabı 2-ci cild 114-cü səhifə, Təbərsi Əl-İhticəz kitabı 2-ci cild 198-ci səhifə. Baxın, əziz izləyicilər,
Burada imam deyir ki, Allah Taala ruzi verməyi və s. yaratmağı, işləri idarə etməyi imamlara həvalə edib deyən müşrikdir. Lakin böyük şiə alimi Ayətullah Əl-Uzma Məhəmməd Sadiq Ruhani isə deyir ki, Allah Taala kömək etməyi, yardım etməyi, idarəçilik və s. imamlara həvalə etmişdir. Əziz izləyicilər, bizim ölkəmizin qədimdən bəri dahi şairləri, yazıçıları, mütəfəkkirləri ölkəmizdə olan xurafatçı, bidətçi mollalara qarşı bu əməllərinə qarşı tənqidlər edilmiş, yazılar yazmışdırlar və ölkəmizin o xurafatçı mollaları, dindən uzaq dindarları, həmin bu alimləri, şairlər, yazıçıları kafir adlandırmış, dinsiz adlandırmışdılar. Halbuki özləri dini bilməyiblər, Quranı oxumayıblar, bilməyiblər ki, Uca Allah Quran-ı Kərimdə bu əməlləri qadağan edir, şirk adlandırır, günah adlandırır. Bunlara dini neft quyuları da deyə bilərik ki, gəlir mənbəyi üçün istifadə edilir. Təəssüflər olsun ki, ölkəmizin avam insanları həm Allaha şərik qoşurlar, həm də mallarını hədər yerə israf eləyib, gedib bu kimi yerlərə, daşlara, qəbirlərə nəzir verirlər. Allahdan kömək istəmirlər, nəzri Allah yolunda, kasıba, fəqirə vermirlər, gedib həmin bu qəbirə, daşa verirlər və o pulun, o nəzrin aqibətinin də hara getdiyindən heç xəbərlər də yoxdur və yaxud da xəbərlər də var, amma özlərini bilməməzliyə vururlar. Ona görə də əziz xalqımız, bilməliyik ki, Uca Allah ondan qeyrisinə dua eləyərək, kömək istəməyi, Allahdan qeyrisi yolunda nəzir verməyi, qurban kəsməyə qadağan etmiş, yalnız bütün bu əməllər Uca Allaha olmalıdır. Mən sizi yoraraq çoxlu uzatmaq istəmirəm. Bir çox ayələr vardır ki, dediyim əməllərin hamısı yalnız Uca Allaha aid olduğunu Quran-ı Kərimdə Allah Taala bizə bildirmiş. Lakin Quranı ağıllı başla oxuyan hər bir kəs bunu anlayar. Bunu anlamayan, Quran oxumayan kəslərdir ki, bəraət qazandırırlar, Qurandan uzaq olanlardır və biləyin ki, Uca Allah, gözəl İslam dinimiz bizə bu əməlləri qadağan etmiş, Allaha şərik qoşmaq saymış və Uca Allah Quran-ı Kərimdə bildirir ki, Allah Taala ona qoşulan şəriki, Allah Taala ona şərik qoşanı əsla bağışlamazdır. Bura ziyarətə gələn insanlar 3 dövrə vurur, onlar şəfa tapmaq üçün gördüyünüz bu sudan içirlər. Bundan əlavə ağrısız olan yerlərə bu daşlar vasitəsilə əl çəkilir. Məhz onlar şəfa tapdığına inanırlar. Təəssüflər olsun ki, dindən uzaq, xurafat olan bu cür inanc günümüzə qədər insanlar tərəfindən hələ də qorunur.